Vaxtınız xeyir olsun. Mən Bəndazada Sübhan Bəhramoğlu, Zərdab rayon Gödək kənd sakiniyəm. Amma hal-hazırda Zərdab rayonunun özündə kirayədə qalıram. 3 uşağım, ailəm mən. Kasıb bir ailəyəm, hərbi xəstəsiyəm. Hərbi xidmət dövründə, hərbi qulluq zamanı sağlamlığımdan olmuşam. 2-ci dərəcəli əliləm. 2 dəfə baş əməliyyatı keçmişəm, plastik əməliyyat keçmişəm başımla. Xahiş edirəm, mənə köməklik eləyin. Məni bir şəxs Zərdab rayon Qoruqbağı kəndində yaşayan, o uşaq vaxtlarından Dağıstana gedən, indi hal-hazırda özün siyasi bloger sayan Roma Dağıstanlı gəldi bizim kəndə, mənim evimə. Mənə dedi ki, sənə sosial yardım düzəldəcəm ömürlük, sənə dövlətdən köməklik eləyəcək, mənə filan qədər pul ver. Mən də danamı satdım, quzumu satdım, 1500 manat. Hissə ona 1500 manat pul verdim əlinə. Dedi, səndən pul almayacam. Sonra məndən yenə pul aldı. Hissə 1500 manat məndən pul aldı. Məni aldatdı. Kənddə istəyən insanlardan, şəhid ailələrindən, qazilərdən, veteranlardan pul aldı. Birindən 500, birindən 1000 manat aldı. Birindən dana aldı, birindən quzu aldı. Bir ay içərisində pulu yığdı, qaçdı Bakıya. Polisə də vermişəm. Qaynar xəttə də vermişəm. Hal-hazırda araşdırma gedir. Xahiş edirəm, bu gizlənən insanı, bu rüşvətxoru tapılmağında, mənim pulumu qaytarılmağında mənə köməklik eləyin. Cənab Prezident İlham Əliyev, sizdən xahiş edirəm, səsimə səs verin. Bu şəxsiyyətsizi, bu maşenniki, bu rüşvətxoru tapılmağında, mənim pulumu geri qaytarılmağında mənə köməklik eləyəsiniz. Xahiş edirəm, bütün video blogerlərdən, jurnalistlərdən xahiş edirəm, mənim videomu paylaşın. Qoy çatsın lazımı olan yerə. Hamı mənə köməklik eləsin. Bütün qazilərdən, veteranlardan köməklik istəyirəm. Çünki bu şəxs, mən Roma Dağıstanlı özüm video bloger sayan şəxs, maşennik, rüşvətxor məni aldatdı. 1500 manat məndən pul aldı. Alan kimə də qaçdı. Xahiş edirəm, kasıb bir ailəyəm, xəstəyəm, 2-ci dərəcəli hərbi xəstəsiyəm. Sağlamlığımı itirmişəm dövlətimin yolunda, hərbimin yolunda. Xahiş edirəm, mənə köməklik edin, bütün video blogerlərdən, jurnalistlərdən köməklik istəyirəm. Bu videomu paylaşın, lazımı olan yerlərə çatsın. Cənab Prezident İlham Əliyev, sizdən köməklik istəyirəm, xahiş edirəm. Bir ata kimi 3 uşağımı dolandıramıram. Onun ayrı heç bir şey istəmirəm. Mənim pulumu qaytarsın, gətirsin, versin. Adiyyəti orqanlardan köməklik istəyirəm, bu işə baxılsın. O şərəfsiz, o maşennik, o dələduz öz haqqı cavabına çatsın. Kimlə nə qədər pul alıbsa, gəlsin bizdən üzr istəsin və bizim pullarımızı qaytarsın. Heç kim, Azərbaycan Respublikasında heç kim o video bloger, özün siyasi bloger sayan Roma Dağıstanlıya inanmasın. O dələduzdur, o hamını aldadır, hər kəsə pul atır, qaçır çıxır gedir, ona heç kim inanmasın. Xahiş edirəm sizdən, mənə köməklik edin, mənim səsimi də yüksəklərə çatdırın. Adiyyəti orqanlarda bu işə baxsın. Xahiş edirəm. Bütün video blogerlər, jurnalistlər, köməklik istəyirəm sizdən. O siyasi bloger sayan özünü dələduz Roma Dağıstanlı, əsl adı Ramil Məmmədov, Zərdab rayon Qoruqbağı kəndindən. O tapılsın, mənim bütün pullarımı qaytarsın. Və o aldığı o bir insanların hamısının pulu qaytarılsın. Xahiş edirəm sizdən, mənə köməklik edin və videomu paylaşın. Təşəkkür edirəm sizə. Çox sağ olun.